Salam əziz izləyicilər. Bu videoda mən öz sağlamlıqla bağlı hekayəmi qısa olaraq danışmaq istəyirəm. Nəyə öyrətdi məni sağlamlıq yolu, hansı yeniliklər gətirdi mənim həyatıma, təcrübə gətirdi mənim həyatıma, nə verdi mənə, hansı dəyişikliklər oldu və eyni zamanda da hansı yola gətirdi məni çıxartdı. İlk öncə ondan başlayım ki, 2019-cu ildə qida tərzimi dəyişdim. Məcburən dəyişdim, çünki müxtəlif üsullar yoxlayaraq, rəsmi tibbi yolu yoxlayaraq, müalicə yolunu yoxlayaraq öz qaraciyərlə bağlı problemimdən qurtulmaq istəyirdim. Müvəqqəti hansısa bir pəhrizlər, müalicələr 2 ay, 3 aylıq bir təsir göstərirdi. Hətta təbii üsullardan istifadə edirdim belə, alaqanqal, içmək və s. kimi bir şeylər ki, qaraciyərə faydalıdır. Çaylar, qurd qovucu proqramlar, krem vurmaq, ləkələrə falan, hamısı müvəqqəti təsir göstərirdi. Bir sözlə, ya bu məndə uşaqlıqdan gəlirdi. Uşaqlıqda tez-tez xəstələnirdim. Yetkin dövründə də artıq müxtəlif bir şeylərə üzə çıxmışdı. Artıq daha hepatit A, Jilber xəstəliyi və s. xroniki bir hala çevrilmişdi. Bir sözlə başladım araşdırmağa, bir gün özümə söz verərək ki, da bu belə gedə bilməz. Nəsə dəyişmək lazımdır və niyyət edəndən sonra mənə başladı cavablar açılmağa. Vegetarianlıq haqqında, bitkisel qidalanma haqqında öyrəndim. Naturopatiya kitablarını başladım dinləməyə audio formatında, rus dilli. Bunlar hamısı mənə öyrədirdilər ki, insanın bioloji olaraq, fizioloji quruluşuna görə əsas qidası bitki mənşəli məhsullardır, xüsusilə də meyvə və tərəvəzlər və insanın onlar həm qidasıdır, həm də ki dərmanıdır, necə ki Hipokrat deyirdi. Və onların üstünlüyü sənin rasionunda səni həqiqətən də sağlam eləyir. Bunu beynimə yeritdim, başa düşərək, anlayaraq başladım tətbiq eləməyə. Dərhal həqiqətən də müsbət nəticələrini görməyə başladım. Yəni heyvan mənşəli məhsulları ümumiyyətlə yığışdıraraq öz rasionumdan. Bu biraz tədricən baş verdi, amma hardasa bir ay içində elə ümumiyyətlə yığışdıra bildim. Götürdüm, çox sağ olsun həyat yoldaşım, dərhal bitki variantlarına, vegan variantlarına yeməkləri çevirdi. Çox qəşəng və gözəl, yumuşaq bir keçid oldu. Və başladım fiziki aktivliyə fikir verməyə, smuzilər, detoks proqramı, biraz rejimli şəkildə qidalanma. Bunlar hamısı öz çox gözəl bir nəticəsini göstərdilər. Həqiqətən hamıya tövsiyə edirəm. Sadəcə bir heç olmasa denəmək, müvəqqəti də olsa, heç olmasa yay fəslində, yəni bunu öz bədəninə bir oruc olsun, detoks olsun, yəni meyvə tərəvəzlərin bolluğu olsun, yəni həqiqətən bədəniniz sizə sağ ol deyəcək də, yəni bir çox çatışmazlıqlar həyatından gedir, bir çox problemlər həyatından çıxır. Bu əməlli başlı, yəni çox gözəl bir təcrübədir. Və artıq uzun müddət bunu həyatında tətbiq etdikcə, baxmayaraq ki, insanların yəni buna etibarsız yanaşırdılar, deyirdilər ki, yəni 1 ay, 3 ay gedəcək, dayanasan, belə gedə bilməz və s. Düz 6 ilə yaxındır ki, bu həyat tərzini özümdə tətbiq eləyirəm, öz bədənimdə tamamilə razıyam. Getdikcə də lap özümü yaxşı hiss eləyirəm və daha çox bağlanıram ümumi bitki mənşəli qidalanmaya. Arada məsələn hardasa olanda vegetarian bir mətbəxini belə dənirəm, görürəm ki, heç o belə artıq bədənimə oturmur da. Yəni heç xoşuma gəlmir, yəni marağında deyiləm. Çünki yeyəndən sonra başqa bir şeylər başlayıram hiss eləməyə. Orqanizm çox mükəmməl bir sistemdir. Hər bir qidalanmaya da uyğunlaşa bilir. Sadəcə bəzi qidalar var ki, bədənimizə heç uyğun deyil və bədən onu müxtəlif yollarla çıxartmağa çalışır. Xəstəlik gəlir, xəstəliyin özü təmizlənmədir. Bizə xəstəliklə bağlı, sağlamlıqla bağlı nə danışılıbdırsa indiyənə qədər demək olar ki, baş ayaqdır. Həqiqətən çox təəccüblənmişdim mən
yəni qeyri-rəsmi, alternativ tip bir şeylərini oxumağa başlayanda bunu həm yoxlayırdım, həm yaşayırdım, həm oxuyurdum, yaxınlarıma belə danışmaq istəyirdim, çatdırmaq istəyirdim. Çünki ətrafımda xəstəliklə vuruşan, da mübarizə aparan insanları görürdüm. Göz açmağa hətta çalışırdım sanki, amma daha sonra başa düşdüm ki, yəni bu bir təcrübədir, bu bir içdə bir istək olmalıdır bunun üçün. Və dərinliyinə gedəndə başa düşdüm ki, məndə bir istək var idi, mən bir niyyət eləmişdim. Mən də mübarizə yolunu kəsməyə da bir fikir və qərar vermişdim və ondan sonra mənə başladı belə bir yollar açılmağa. Yəni mənim öz istəyim oldu buna. Və yaradıcı mənə bu üsulu verdi. Yəni mən bu həyat tərzini yaşadıqca mən başa düşdüm ki, daha dərinliklərə gedərək, başqa bir şeyləri də öyrənərək anladım ki, bu sadəcə üsullardan biridir. Və başa düşdüm ki, bir çoxlarını müşahidə eləyərək, nə vaxt ki, insan bu üsulları, bu həyat tərzini məsələn də bir konsepsiyaya çevirir, hardakı üsulları müqəddəsləşdirir, ritualları müqəddəsləşdirir, o zaman adamda başlayır problemlər yaşanmağa. Psixoloji cəhətdən, elə sağlamlıq cəhətdən də, həyatınla bağlı. Bu tək veganlıqda, vegetarianlıqda deyil, bitkisel mənşəli qidalanmada deyil və yaxud da çiğ qidalanmada, frutorianlıqda. Bu ümumiyyətlə din olsun, başqa bir yollar olsun, konsepsiyalar olsun. Nə vaxt ki, insanlar başlayırlar sadəcə öz konsepsiyasını irəli sürməyə ki, sanki həqiqət bir tək buradadır, sağlamlıq bir tək buradadır, xoşbəxtlik bir tək buradadır, başqa bir yollar səhvdirlər, doğru deyirlər, düzgün deyirlər. O zaman başlayır mübarizə başqaları ilə, o zaman başlayır qəbul etməmək başqalarını və o zaman başlayır problemlər, o zaman başlayır bu uçur. Yəni bəzi dindarlarda bunu müşahidə edə bilərsiniz. Nə vaxt hamını günahkar hesab edirlər, cəhənnəmə göndərirlər, zəmanə pisdir. Xristianlar belədir, nə bilim də budistlər belədir. Yəni o kimi ancaq mübarizə və tartışma dünya ilə. Və mən bunu izləməyə başladım və anlamağa başladım ki, hansı yol olursa olsun, bu zərərlidir insanın özü üçün və bir çox adam nə vaxt hansılar ki, mübarizə yolunu seçirlər, hətta şəfalanaraq bir çox xəstəliklərdən daha sonra başqa bir problemlər yaşamağa başlayırlar, elə sağlamlıq cəhətdən də. Buradan da başlayır çatışmazlıqlar, burada da başlayır başqa bir şeylər. Nə vaxt dünya göstərir ki, başqa cür də olar, başqa bir üsullar da var. Yəni mənə sadəcə bu üsul köməklik elədi. Ona görə də bu haqqda aktiv danışırdım, amma daha indi o qədər də aktiv danışmıram. Çünki başa düşdüm ki, yəni mən bir dənə tək qidalanma yolu ilə bütün xəstəliklərdən xilas ola bilmərəm. Və sağ olsun ləkələr, qırmızı ləkələrim var idi bədənimdə. Hansılar mənə bunu sübut etdilər. Mən nə qədər çalışsam da, nə qədər vuruşsam da, onlar getmirdilər ki, getmirdilər. Daha sonra psixosomatika baxımından başlayanda bu mövzunu araşdırmağa, dərinliyinə gedəndə mən başa düşdüm ki, mən bir tək bədəndən ibarət deyiləm. Bədən səviyyəsini yerinə yetirmişəm, aktiv şəkildə onun üzərində işləyirəm. Amma sadəcə orada da qalmışam. Mənə tək bədən verilməyibdi. Mənə başqa bir rollarda verilibdi. Və nə vaxt mən başladım ora kəllə vurmağa, başa düşəndə ki, mən bir övladam, mən həyat yoldaşıyam, mən valideynəm, mən dostam, mən bir qohumam, yəni kiməsə də belə yaxınam. Nə vaxt bunları anladım və başa düşdüm ki, bu rollarda da mən dürüst şəklində oynamalıyam. Bunlar da bir baxım tələb eləyir özlərinə. Nə vaxt bunu dərk elədim və başladım artıq da münasibətlər kanalımı bərpa eləməyə, işləməyə. Ondan sonra o ləkələr də getdi, başqa bir şeylərə də başladım öyrənməyə. Anladım ki, ümumiyyətlə də bizi şəfalandıran da, bizi elə xəstələndirən də, bizi elə problemləri həyatımıza gətirən də bizim reaksiyamızdır. Bizim ümumiyyətlə tək həyat yəni da sənin bədənə bütöv yanaşmaq deyil də, ümumiyyətlə həyatına bütöv yanaşmaq gərəkir. Burada sənin ümumiyyətlə əməllərin çox böyük rol oynayır, hansılar ki, elə xəstəliyə də həmçinin də gətirir. Yəni bədənin üzərində işləmək çox gözəldir.
fiziki aktivlik olsun, rejimli qidalanma olsun, yuxu rejimi olsun və s. Bunlar hamısı öz yerində. Amma eyni zamanda da sənə məsələn ev verilibdir, o evdə baxım tələb eləyir, o evdə təmizlik işlərini tələb eləyir. Sənin başqa bir vəzifələrin də var, hansılar baxım tələb eləyir, yəni disiplin tələb eləyir. Bu nə vaxta qədər ki, insan bu ona verilən bir şeylərə həqiqətən də məsuliyyətli şəkildə dəyər verməyəcək, onun həyatında problemlər olacaq. Yəni xaotik bir həyatdır da, xaotik bir həyatdır. Həyat sənin ancaq bir dənə bədənindən ibarət deyil də ki, gedəsən sport zala ya da ki, nə bilim də ancaq ona qulluq eləyəsən. Yox, yəni bu biraz instinktlərlə yaşamaqdır, o səviyyədir. Ondan daha da yüksəlmək lazımdır. Və daha sonra, yəni bax sağlamlıq mövzusu, sağlamlıq sahəsi məni gətirdi bu mənəvi sağlamlıq tərəfinə və inkişaf yoluna, şəxsi inkişaf yoluna. Mən başladım maddiyyat pulları, finansları daha çox dərinliyinə getməyə. Orada da mən başa düşdüm ki, o sadəcə bir hesab-kitab işi deyil, yəni cibinin sayını biləsən, nə bilim də pul yığmağı öyrənəsən, o deyil də, yəni maliyyə savadlığından ibarət deyil bu pulların da zənginlik məsələsi. Pul ümumiyyətlə enerjidir, sənin vəziyyətinə gəlir. Burada da yenə də öz üzərində işləməlisən. Bir sözlə, mən nəyi araşdırırdımsa bu şəxsi inkişaf yolunda, hamısı gətirib özümə çıxardırdı məsələni. Hər zaman, yəni məsələ sənin özünlə bağlıdır və sənin özün dedikdə daxili özün nəzərdə tutulur. Yəni bədən yox, özün, əsl özün, bir ruh. Hansı ki, bu bədənə yerləşdirilibdir, bu maddi bədənə. Okey, sağlamlıq cəhətdən başlayıb da onun üzərində işləməyə başa düşübdür ki, nə vaxtsa ki, bu fizioloji bir bədən, onun quruluşuna uyğun bir qidalanma var, fiziki aktivlik var, yuxu rejimi var, təbiətin bioritmlərindən çalışır, onun qanunlarına tabedir, çünki onun bir parçasıdır. Amma eyni zamanda da bu bədəndən savayı bir rollar da var, həmən bu ruhun. Ona bu qohumlar verilibdir, ona bax bu valideynlər verilibdir, ona bax bu həyat yoldaşı verilib, bu uşaqlar verilibdir, övladlar verilibdir, ona bax bu iminli bu dost verilib, bax bu qonşu verilibdir və s. və ilahir. Və nə vaxt hər bir rolun üçün məsuliyyəti götürürsən öz üstünə, başa düşürsən ki, mən burada məsuliyyətli şəkildə, yəni mənim bir sərhədlərim var, mənim bir yanaşmam var və mən necə yanaşıramsa, eyni bir şeylər də mənim özümə qayıdır. Hansı hissləri mən yaşayıramsa, o hisslər özünə maqnit kimi başlayır hadisələri çəkməyə. Hansı proqramlar və qurğular varsa məndə, onlar hamısı işləyir, çalışır və dünya mənim əksimdir. Mənim daxilimin əksidir. Yəni, xarici dünya, zahiri dünya, iminli mənim o dünyamın əksidir. O üçün, şəxsi inkişaf plus mənəvi inkişaf. Şəxsi inkişaf bərabərdir mənəvi inkişaf. Biri olmadan o birisi mümkün deyil. O birisi olmadan bu birisi mümkün deyil. Çünki sən yenə də hardasa dirənib qalmış olursan. Yenə də hansısa bir konsepsiyaya girirsən, yenə də elə bilirsən ki, ancaq o həqiqətdir, o doğrudur. Amma bu səni hamısı gətirib bir bütövlüyə çıxartmalıdır. Bir yaradıcıya çıxartmalıdır. Çünki insan ömür boyu xoşbəxtlik axtarışındadır. Nə vaxta qədər ki, sən ancaq maddi bir şeylərdə xoşbəxtlik axtarırsan, heç vaxt doymayacaqsan. Bir maşın, iki maşın, bir ev, iki ev, nə bilim də bu əşya, o birisi əşya xoşbəxt ola bilmirsən ki, ola bilmirsən. Doymursan ki, doymursan. Sanki yenə nəysə çatışmır ki, çatışmır. Şəstiyə, rusca deyilir xoşbəxtliyə, stati частью единого, bütövlüyün bir parçası olmaqdır. Bizim ruhumuz həmən o bütövlüyü absoluta doğru gedir, inkişaf yolundadır. Maddi cəhətdənsə, yəni bu bütövlük bu dünyadır. Və nə vaxta qədər ki, sən dünya ilə mübarizə aparırsan, onu bəyənmirsən, qəbul etmirsən, elə bilirsən ki, burada ancaq müharibələr var, burada ədalətsizlik var, bu doğru bir şey deyil, yəni bu ancaq şikayətlənirsən, narazısan, o vaxta qədər də həqiqətən də bu sənin daxilinin əksi olacaq. Onu da görəcəksən. Və bunun özü, bax bu stres yaşayırsan, həyəcan yaşayırsan, narahatlıq yaşayırsan, mənfi da vibrasiyalarda olursan, bunun özü sənin öz elə sağlamlığına zərər törədir. Bunların özü elə sənin qanını qaraldır,
zəhərləyir, toksinlər gətirir sənə. Və nə qədər sağlam qidalansan da yenə də problemlər olacaq. Yenə də çatışmazlıqlar olacaq. Mənə müraciət edirdilər müxtəlif də qan azlığından bağlı. Ay birində bir çatışmazlıq olurdu, başqasında olmurdu. Genetikaya bağlayırdıq bunun hamısını. Doğru etmədiyini, doğru qidalanmadığına bağlayırdıq bunun hamısı. Amma sən demə, məsələ daha dərindəymiş. Sən demə, birinə hansısa bir məhsul zərərlidir, o birisinə zərər törətmir. Niyə? Çünki reaksiyadadır məsələ. Bunun yanaşmağındadır məsələ. Sadəcə hərədə bir cürə üzə verir və hər kəs fərqli bir üsullardan istifadə edərək onlardan xilas ola bilər. Amma yenə də hər şey sənin ruhunla bağlıdır. Yenə də məsələ daha dərindədir. O şimdi sənin yanaşmanla bağlıdır. Dərs götürməyinlə bağlıdır, inkişafla bağlıdır, öyrənməyinlə bağlıdır. İnsanların böyük əksəriyyəti öyrənməyə heç çalışmır. Başqaları isə o şuurlu cahillik pilləsində olanlar heç olmasa nəsə bir cəhd edirlər. Məsələn, mən bitkisel qidalanmadan yapışdım. Bir dəyişikliklər başladı mənim həyatımda. Nəyisə fərqli eləməyə başladım. Disiplin başladı, bir rejim başladı, hərəkətlər başladı. Ona görə də başladı nəticələr gəlməyə mənim həyatıma. Amma bu o demək deyil ki, bir tək o üsul insanı sağlıqlı eləyir. Bax, mən bunu dərk elədim. Bir müddət elə bilirdim ki, yox, bir dənə tək elə o yol insanı sağlam eləyə bilər. Ancaq bir dənə tək o yolu, çünki mən bax oxumuşam axı, biokimyəvi reaksiyaları var. Hər bir məhsul hər bir canlı üçün yaradılıbdır. Hər bir canlı o məhsulla qidalanmaq üçün yaradılıbdır. Ancaq fiziki bədənə diqqət yetirirdim. Daha dərinə getmirdim. Ki başa düşmürdüm ki, o bədəndən daha artıq bir varlıqlarıq biz. İlk öncə ruhuq. Bir absolutun bir parçasıyıq. Yəni sadəcə bədən deyil də ki 60 il, 70 il, 90 il, 120 il yaşayacaq, yaşamayacaq. Sonra nə olacaq? Torpaqda qurtların qidası mı olacaq? Yəni budurmu sadəcə missiyamız bizim? Yox, daha dərin, daha yüksək. Bax, bunu çox önəmlidir ki, bunu tapasan, bu əlaqəni tapasan və başa düşəsən ki, yəni hər şey onunla bağlıdır. Proqramları götürəsən, qurğuları götürəsən, anlayasan ki, yəni sən yaratmısan bütün bu həyatında baş verənləri və sən şəfalandırırsan özünü. Heç kim, yəni başqa bir şeylər plasebodur sadəcə. Belə. Bir daha vurğulayıram. Sağlıqlı qidalanma olsun, rejim olsun, pəhriz olsun, fiziki aktivlik olsun, bunlar hamısı bədən disiplinidir. Bunlar hamısı mütləqdir. Bunlar oruc olsun, bunlar hamısı iradəni gücləndirir. Yəni bir askezadır hardasa da. Yəni bunlar çox belə dəyərli bir üsullardır. Amma onlar sadəcə üsullardır. Sadəcə üsullardır. Bu o demək deyil ki, onları müqəddəsləşdirmək lazımdır və bunları etməyənləri qınamaq lazımdır. Demək lazımdır ki, onlar cəhənnəmə düşəcəklər, bax, onlar elə belədirlər, onlarda heç nə alınmayacaq. Və sevgi ən önəmli, ən yüksək bir his, sevgi, təşəkkür. Nə vaxta qədər ki, bu olmayacaq bizim həyatımızda, əsl sağlamlıq da olmayacaq və əsl xoşbəxtlik də olmayacaq. Bax, bunu mən dərk elədim bu yol vasitəsilə və ona görə də indi öz videolarımda zərərli məhsullardan daha çox zərərli bir düşüncədən danışıram. Çünki sağlamlıq düşüncədən başlayır və bizə ancaq zərər törədən ağzımıza qoyduğumuz yox, ağzımızdan çıxdığıdır həmçinin də. Eyni zamanda düşüncələrimizə nəyi buraxdığımızdır, nəyi dinlədiyimizdir. Çünki biz ancaq ağzımızla qidalanmırıq. Bax, bunu mən başa düşdüm, bunu mən dərk elədim bu yolda və əgər sizə bu rezonans eləyirsə, rəy yazın, fikrinizi bildirin bu barədə. Ola bilər ki, sizin də hansısa bir təcrübəniz var. Bölüşün onunla. Yəni, bax, bunu danışmaq istəyirdim və bu danışdıqlarımdan hər hansını başlasanız, heç olmasa bir ay müddətində həqiqətən də izləməyə, tətbiq etməyə, bunun mütləqi şəkildə nəticəsini görəcəksiniz. Bununla da bölüşə bilərsiniz rəylərdə. Belə, bir daha sağ olun izlədiyiniz üçün, özünüzə yaxşı baxın, salamat qalasınız. Təşəkkürlər.